Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bu günləri Ağdam rayonu Xındırıstan ərazi nümayəndəliyinin Kəlbasayını kəndinə gəlmişik və 16 sot məhəllənin içində yerləşən bir evlə sizə tanış edəcəyik əziz izləyicilərimiz. Keçək evlə tanış olaq, görək evimiz nə vəziyyətdədir və sizin nəzərinizə bir məsələni çatdırım ki, real alıcılar bizimlə əlaqə saxlamaq istəsə, ekranda əlaqə nömrəmiz olacaq. Və gördüyünüz kimi əziz izləyicilərimiz, evimizin çöl görünüşü bu vəziyyətdədir. Demək olar ki, magistral trasla evimizin arası 80 metrdir. Məktəbə yaxındır və xəstəxanaya yaxındır və bütün əl çatan yerlərin hər birinə yaxın olan bir evdir və daxil olan məhəlləmizin içinə və gördüyünüz kimi sizi birinci evlə tanış edəcəm əziz izləyicilərimiz. Bura girişdir, koridordur. Və əziz izləyicilərimiz içəri daxil olan kimi bizi belə bir otaq qarşılayır. Və sonra sola döndüyümüz halda belə bir yataq otağı qarşılayır bizi. Və burada bir dənə otaq var əziz izləyicilərimiz. 5-in 3-ə bir dənə otaqdır. Burası qapısı bağlıdır, keçmək içəri. Və gördüyünüz kimi keçək evimizin həyəti ilə tanış olar əziz izləyicilərimiz. Və həyətimizin ərazisi 16 sotdur. 16 sot məhəllənin içində yerləşir bu ev. Əziz izləyicilərimiz gördüyünüz kimi məhəlləmizin içi bu vəziyyətdədir və qapıda böyük bir qoz ağacı var və burada əzizlərim 50 malsımız balaca mini hovuz var. Keçək məhəlləmizin arxa hissəsi ilə tanış olaq əzizlərimiz. Gördüyünüz kimi məhəlləmizin içinə daxil olduğumuz zaman belə bir mal pəyəsi var. Əziz izləyicilərimiz, sizin nəzərinizə bir məsələni çatdırım ki, bu evə real alıcı kim düşsə, bizim ekranda əlaqə nömrəmiz olacaq, bizimlə əlaqə saxlasınlar. Biz özümüz ev haqqında bütün məlumatları sizə detallı şəkildə çatdıracaq. Çox sağ olun, izlədiyiniz üçün təşəkkürlər.